Qur'an-ı Kərim ölüm barəsində danışarkən qeyd edir ki, hər bir nəfs ölümü dadacaq. Dadmaq kəlməsindən istifadə edir. Başqa bir ayədə də bildirir ki, fəzaqət və bələ əmrəhə və kənə aqibətu əmrəhə xusra. Deyir, beləliklə onlar işlərinin aqibətini daddılar və onların işlərinin nəticəsi ziyana uğramaq oldu. Bu dadmaq ifadəsi hamımıza aiddir. Hamımız etdiyimizi dadacağıq, yəni görəcəyik. Kim nə edibsə, onu görəcək. Və ilahi ədalət heç bir zaman heç nəyi unutmur. Sadəcə hər bir şey öz zamanında baş verir. Nə vaxt baş verməlidirsə, biz bəzən deyirik ki, gec oldu. Gec və yaxud tez olmur. Nə zaman olmalıdırsa, o zaman da mütləq olur. Kimsə kimisə ən yaxşı anında incidibsə, onun əvəzi də incidən adam üçün ən yaxşı anında baş verir. O da ən yaxşı anında incidilmiş olur. Yəni, hamı öz etdiyini dadır.